Qızıl qayda. Əgər bir dividend gerçək olmaq üçün çox yaxşı görünürsə, məsələn, bazar ortalaması 2% ikən şirkət 12% təklif edirsə, bu demək olar ki, həmişə tələdir. Bazar sizə risk üçün əlavə ödəniş edir. Bəzi şirkətlər kağız üzərində sağlamdır, amma idarə heyəti, CEO və komandası səhmdarlarının düşmənidir. Bu şirkətlər ucuz qalır çünki bazar rəhbərliyə etibar etmir. Buna management discount deyilir. Əsas idarə etmə günahları. Birincisi, diversification, pisləşdirilən diversifikasiya. Şirkət əsas biznesindən qazandığı pulu heç bir təcrübəsi olmadığı aşağı mənfəətli başqa sektorlara yatırır. Məsələn, bir avtomobil şirkətinin qida sektoruna girməsi və orada uğursuz olmasını misal gətirmək olar. İkinci, səhmlərin geri alınmaması. Şirkət səhmləri həddindən artıq ucuzdur, kassa nağd pulla doludur, amma rəhbərlik səhm geri alımı baybaklar etmək əvəzinə öz bonuslarını da artırır və ya mənasız layihələrə pul xərcləyirlər. Üçüncü, borc bataqlığı. Rəhbərlik aqressiv böyümək üçün həddindən artıq borc götürüb, indi isə qazanılan bütün əməliyyat mənfəətini, yəni EBIT-ləri bank faizlərinə gedir. Səhmdarlara heç nə qalmır. Bu tip şirkətlər zombi şirkətlər adlanır.